Xanımlar, tədbirə, Şamaxı tədbirinə özümlə götürdüyüm kosmetikanı göstərmək istəyirəm. Belə balaca bir kosmetika götürdüm və deməli 2 dənə tonalnidir. Baxın, bir bu tonalnidir. Yüngül tonalnidir, yəni həm bazası var, həm də tonalnidir. Çox qəşəng, yüngül və SPF-lidir. Düzdür, biz oteldə idik. Deməli, bir də bunu götürmüşdüm. Bunun içində az idi, ona görə. Bu da deməli bazadır. Bazasız tonalni vuranda yaxşı olmur. Çox qəşəng bir bazadır və tonalni. Demək olar, birinci gün bunu istifadə elədim. Sonradan da bunu istifadə elədim. Pudra. Çox qəşəng bir pudradır. Faberlikin pudrasıdır. Hətta bu qubqanı isladıb vursaq, tonalniyə ehtiyac yoxdur. Pudra tonalniyə çevrilir. Belə bir highlighter, rumiana, bronzer, belə bir məhsuldur. Bu da çox qəşəng, keyfiyyətli, dərhal ton verən bir məhsuldur. Çox qəşəng bu. Baxın, çox qəşəngdir də, yəni dərhal konturing verməyə çox asanlıqla bundan olur. Belə bir ten paleti, baxın bu ten paleti də həm gündüzdə belə gündüzlük makiyaj etmək olur, həm də gecə makiyajı eləmək olur axşam şamda. Yəni çox qəşəng bir ten paletidir. Sonra nə idi? Faberlikin kölləri, yəni kirpikləri qattalamaqdan ötürü Stoyki belə bir pomadaları var ki, çox dodaqda qalır. Ancaq bunları heç istifadə etmədim. Belə bir probniklər də götürmüşdüm, istifadə etmədim. Ən çox istifadə etdiyim belə bir probniklər götürmüşdüm. Bu indi yolda dağılıbdır. Yəni ki, hər günə uyğun bir probnik istifadə edirdim. Bunlar Stoyki pomadaların probnikləridir. Bu irilər sumkada yer tutur. Ancaq bu balaca sumka ilə olanda bunlar çox rahatdır. Mən çoxlu zakaz etmişəm. Baxın, prosta yolda xarab olub. Hər yer doludur məndə, baxın. Hələm orada istifadə etdiyimi atmışam. Yəni, belə də kistiçkada götürürəm. Kistiçka ilə daha qəşəng korreksiya verirəm. Dodaqda çox qalır. Çox qalır bu. Belə deməli, bir dənə də kistiçka, fırçalarım. Fırça çox götürməmişdim. Baxın, belə bir nabor fırçadır. Belə Faberlikin həm rumiana, həm highlighter, hamısını bir fırça ilə edirdim. Bu qaşların üstünü altına ağ vurursan, ondan ötürü. Faberlikin dodaq karandaşı, prosta ayrı karandaşın başlığını istifadə etmişəm ki, takılka olsun da. Qaş qələmi 2 dənədir. Biri açıq rəngdə, biri tünd rəngdə. Çünki əvvəlcə mən açıq rəngdə istifadə edirəm. Qaşın ucuna da tünd rəngdə vururam. Görürsünüz da bunlardan bir şey qalmır. Çox qəşəng keyfiyyətli qələmlərdir. Belə bir bunu götürdüm, ancaq heç belə bir şey istifadə edən deyiləm. Gərək boş vaxtım olsun. Mən bundan istifadə etmirəm. Elə-belə götürdüm də. Bir də belə qələmlərdir. Biri göy rəngdə, biri də siyarı rəngdə. Bunu arada bir göz altıma istifadə edirəm. Və deməli, mən kirpiklərin altından birinci belə bir baza istifadə edirəm. Çox qəşəng bir bazadır. Kirpiklər dərhal uzanır da. Nə tuşu vurursan vur. Düzdür, çatdırıb heç bunu vurmağa da vaxtımız olmadı. Çatdırıb vura bilmədim. Göz altın şişini götürən belə korrektor. Və yenə qaşlar üçün belə bir fiksator. Həm rəng verir, həm də fiksasiya edir. Yenə qaş üçün fiksator. Biri açıq rəngdə, biri tünd rəngdə. Uclarına qaşların tünd vururuq. Əvvəl başlayan yerdən açıq rəngdə. Yenə kontur. Belə bir tuş. Bu tuş, baxın, belə bir tuşum da mənim var. Bunu da götürmüşdüm hər ehtimala qarşı. Bunu mənə pay veriblər bu tuşla. Və belə bir highlighter var. Bu da çox qəşəng bir highlighterdır.
Mən ancaq Faberlic istifadə edirəm də. Bunu pay verdilər. Çox bəyənmişəm. Qızlarım mənə pay alıbdı. Baxın. Bu da qəşəng bir. Prosta onu demək istəyirəm ki, baxın bu tuşla Faberlic'in bu tuşu eyni bir fırçaları eynidir. Keyfiyyəti də. Yəni məndəki orijinaldır da. Baxın, fırça eynidir. Elə keyfiyyəti də eynidir. Yəni Faberlic hələ mənə elə gəlir ki, bundan yaxşıdır. Yəni mütləq sınayın siz də. Yəni Faberlic'in qiyməti bir 15 dəfə bundan aşağıdır da. Ancaq çox keyfiyyətlidir. Həm də bilirsiniz də, bizimkilərin tərkibində paraben zat yoxdur, gözə ziyanlığı yoxdur. Və bu belə bir blesk də götürmüşdüm. Bunu da bir dəfə istifadə elədim. Və belə balzam götürmüşdüm dodaqları yumuşaltmaqdan ötürü və vəssalam. Bu mənim kosmetikam. Yol üçün belə bir kosmetika yığmışdım, özümdən götürmüşdüm.